Salam dostlar, necəsiniz? Bugün sizlə bir günümüzü çəkib paylaşmaq qərarına gəldik və özümü səsləndirməyə qərar aldım. Bugün uşaqlarla qərara gəldik ki, kiçik bir tort hazırlayaq və tortun kremini hazırlayıb soyuducuya qoyduq. Tortun kremi soyuducuda olduğu müddətdə uşaqlarla vaxt keçirməyə qərara gəldik və maraqlı oyunlar oynadıq. Oyunlardan biri də şaşkidir. Burada Yusiflə oynayıram və Yusif həmişəki kimi qalib olur, mən məğlub oluram. Çox maraqlı oyundur. Ümumiyyətlə, uşaqlarla belə oyunlar oynamağı çox sevirəm. Onlarla vaxt keçirməyi çox sevirəm. Burada domino oynayırıq. Burada da Yusif qalib olur. Həmişəki kimi mən məğlub oluram. Mənim fikrimcə, hər bir valideyn uşağına vaxt zaman ayırmalıdır və onlarla oyun oynamalıdır. Burada qızım nənəsi ilə yarpaq yığırlar qışa tədarik üçün. Qızım yarpaq yığmağı çox sevir. Ümumiyyətlə, kənd həyatını çox sevdi və bəyənir. Bağımızın yaşıllığı çox gözəl görsənir həqiqətən. Burada qaynatam işığımız bitdiyi üçün onu yükləməyə çalışır. Həqiqətən kənd həyatının özünün maraqlı bir həyat tərzi var. Burada kremimiz artıq soyuducudan götürmüşük, hazırdır. Uşaqlarla hazırlamağa çalışırıq. Qızım böyük bir həvəslə mənə kömək etməyə çalışır. Və başlayırıq yavaş-yavaş hazırlamağa. Burada isə qaynanam yarpağı doldurur butulkalara ki, qışa hazır qalsın. Uşaqlar etməyə çalışırıq. Uşaqlarla birlikdə tortumuzu hazırlamağa çalışırıq. Çox maraqlı xatirə, həm də bizim üçün xatirə olur həqiqətən. Burada artıq tortumuz hazırdır və onu soyuducuya aparıb qoyduq. Bir neçə saatda soyuducuda qalmalıdır. Burada uşaqlar qalan peçenyeləri və kremi yeməyə çalışırlar və çox bəyənirlər. Burada qaynanam aşın qarasını hazırlayır. Bugün menyuda aş var idi. Zeynəbin zakazı ilə hazırlanmışdı. Burada isti çörək də var. Qaynanam çox gözəl çörəklər bişirir. Salatı bu arada mən hazırlamışam. Burada düyümüz artıq bişməyə çalışır. Demək olar ki, bişmişdi. Və burada qaynanam yeməyimizi bizə çəkib verir. Yəni, çox dadlı bir yemək idi. Əllərinə sağlıq deyirik buradan. Çox maraqlı aş idi, dadlı idi. Özə kənd toyuğu ilə lap dadlı olur. Həqiqətən də dadı tam başqa cür olur. Burada yeyirik. Koladımız da var. Uşaqlar ümumiyyətlə yeməklə kolanı çox sevirlər. Qaynanam mənə bir xeyli sağ olsun yemək çəkmişdi, çox idi. Burada pişiyi də unutmuruq, pişiyimizi də yedirdirik. Ümumiyyətlə, mən heyvanları çox sevirəm, pişikləri lap xüsusilə sevirəm. Onları hər zaman bəsləməyə çalışıram, unutmuram. Burada yenə çıxan sümükləri bağın bir kənarına atıram ki, pişiklər gəlsin, yesin. Pişik biraz məndən çəkinir, amma yenə də gəlib yeyir. Ümumiyyətlə, kəndin pişikləri nədənsə çox qorxaqdılar. Bakı pişikləri belə olmur. Yəni, amma kənd pişikləri çəkingən olurlar, qorxaq olurlar. Bəlkə də qorxurlar ki, onlara zərər verərik, amma mən heyvanlara zərər vermərəm. Burada tortumuzu kəsməyə çalışırıq, dadına baxmağa çalışırıq ki, görək necə çıxıb. Amma ümumiyyətlə deyim ki, çox bəyəndi. Hamı çox bəhbəhlə yedilər. Yəni, hamının çox xoşuna gəldi. İkinci dəfə etmək olar, yəni. Çox bəyənir. Burada qızım da bəyənir. Yusifim də bəyənir. Burada qaynatamın fikrini öyrənməyə çalışıram. Çünki bu əl işi tortumu demək olar ki, ilk dəfədə yeyəcəkdi və onun fikrini öyrənməyə çalışıram ki, görüm necə olacaq, bəyənəcək ya yox. O da bəyəndiyini deyir. Mənə puan da verir hətta. Sağ olsun. Yəni, belə dostlar, sizinlə bir günümüzü bölüşməyə çalışdıq. Bizə abunə olmağı, like atmağı, yorum yazmağı unutmayın. Gəlin, bizə dəstək olun. Birlikdə böyüyək. Başqa daha maraqlı videolarımız gəlsin. İzlədiyiniz üçün təşəkkür edirəm.